Salam, hər vaxtınız xeyir. Mən Sabir Sabirzadə. Bugün sizlərə oteldə işçidən nə tələb olunur, o haqqda danışacağam. Yəni reception. Reception məsuliyyətli olmalıdır. İşində vaxtında olmalıdır, gecikməməlidir. Sonra iş geyimində olmalıdır. Təmiz, səliqəli. Qadındırsa saçları yığılmalıdır. Çox boya vurmamalıdır. Dodaq boyası. Çox dırnaq boyası vurmamalıdır. Ayaqqabılar parlaq olmalıdır. Yəni cilalı olmalıdır. Kişi isə saçları təmiz olmalıdır. Qısa olmalıdır, çox uzun olmamalıdır. Saqqalı təmiz olmalıdır ya da saqqalsız olmalıdır. İşdə təmizlik tələb olunur. Hər gün çarşaflar dəyişdirilməlidir. Qonaqlarla danışanda gülərüz olmaq lazımdır. Əsəbləşmək olmaz. Əgər bir insan iş vaxtı narahatdırsa, gərgindirsə özünü idarə eləməlidir. Bilmirəm, əlbəttə yox. Qətiyyən belə deyil. Siz düzgün bilmirsiniz kimi ifadələr işlətməməlidir. Bu qətiyyən düzgün deyil. Qonaqlara qarşı mülayim olmaq lazımdır. Onların təhlükəsizliyini təmin etmək lazımdır. Onlara şəxsi suallar vermək olmaz. Onlara qarşı hörmətli olmaq lazımdır. Belə sual vermək lazımdır. Otelimizi bəyəndinizmi? Bəyəndisə, bəyəndim deyə bilər. Çox gözəldir deyə bilər. Reception zəng gələndə salam, hər vaxtınız xeyir deməlidir. Otelin adını qeyd etməlidir. Reception buyurun deməlidir. Bu qayda olaraq belədir. Ondan sonra danışanda səs tonu diqqət eləməlidir. Qəbul olunmaz şeylər eləməməlidir.